Vaxtınız xeyir əziz magistrlar. Bugün sizə 2025-ci il 2-ci cəhd magistratura qəbul imtahanının izahını verəcəm. Əvvəla gəlin 6.1 True-False sualından başlayaq. 20-ci əsrin əvvəllərində popkorn lüks idi və yalnızca varlılar onu ala bilirdilər, yalnızca varlılar. Və 20-ci əsr daha rahat tapa bilir rəqəmdir deyə. Gəlin 20-ci əsrə baxaq, baxın buradadır. 20-ci əsrdə ə, deməli məlumat verilir bizə. Sonra bu cümlədə düzdür, onun qiymətinin münasabliyi ilə bağlı bir şey deyilmir, amma sonrakı cümləyə fikir versək, baxın, during this time, yəni bu vaxt ərzində, yəni 20-ci əsr nəzərdə tutur. Popkorn ucuz idi, alınması, yəni bunu satmaq və hazırlamaq ucuz başa gəlirdi. Bu o deməkdir ki, yalnızca varlılar bunu əldə edə bilirdi. False-dur. Yəni bu yanlışdır. Gəldik ikinci suala. Böyük depressiya ərzində popkorn qiymətləri əhəmiyyətli dərəcədə yüksək idi. Yenə də Great Depression-ı tapsaq, burada biz onu görə bilərik. Baxın, bu hissəyə baxaq. Müştərilər Customers could buy it without spending much money. Müştərilər onu çox pul xərcləmədən, baxın, without much money, çox pul xərcləmədən ala bilirdilər. Sonra baxın, növbəti cümlədə artıq buna işarə verir ki, bu popkornu böyük depressiya ərzində ideal bir qəlyanaltı halına gətirmişdi. Demək ki, böyük depressiya ərzində də ideal idi, çünki çox pul xərcləmədən alırdılar. Amma burada fikir versə yazıbdır, önəmli dərəcədə, əhəmiyyətli dərəcədə yüksəkdir qiyməti. Bu da olacaq səhv. Növbəti sualda baxmayaraq ki, popkornun xoşagəlməz qoxusu var idi, yəni sevimli bir snack idi. Xoşagəlməz qoxusu olduğunu ilk cümlədən görürük ki, yanlışdır. Çünki deyir lovely smell. Sevimli bir qoxusu var idi popkornun. Yəni biz deyə bilmərik ki, xoşagəlməz idi. Ona görə bu da false olacaq. Gəldik sonuncu suala. Deməli, 20-ci əsrin əvvəllərində böyük kəmiyyətdə popkorn hazırlamaq satıcılar üçün uzun bir vaxt tələb eləmirdi. Deməli, baxaq. 20-ci əsrin əvvəllərində 20-ci əsrlə bağlı əsas nüanslar biz görürük 3-cü paraqrafda. 20-ci əsrdən daha çox burada danışır. Baxın, during this time, 20th century. Baxın bu hissədə. Burada belə bir məsələ var. Satıcılar böyük kəmiyyətdə popkorn hazırlayırdılar cəld bir şəkildə. Baxın, quickly. Burada da nə yazıb bizə? Didn't take long. Çox vaxt aparmırdı, çox uzun değildi. Demək ki, cəlddir, çox uzun vaxt aparmır. Eynidir də. Deməli, bu ona görə olacaq true. Növbəti sualımızda paraqraf 5 nə ilə başlaya bilər? Bunun üçün paraqraf 5-in ilk cümləsinə baxırıq. Onun, baxın bu cümləyə, onun uyğun qiyməti, yaxşı dadı və teatrla olan əlaqəsi onu teatr təcrübəsini, film təcrübəsinin önəmli bir hissəsi halına gətirdi. Deməli, qiyməti, dadı, əlaqəsi teatrla onu önəmli bir hala gətirdi. Baxaq. Burada apart from savayı deməkdir. Film təcrübəsindən savayı popkornun yüksək bir qida dəyəri var idi. Heç qida dəyərindən danışmırıq orada, yəni içində nə vitamin var idi, qida dəyəri, faydası, elə şeylərdən danışmır. Sonra digər hissədə dedik ki, erkən sinemalar və teatrlar dizayn olunubdur opera evlərinə bənzəyən bir şəkildə. Heç orada biz teatrdan, operadan danışmırıq. Biz popkorndan danışırıq. Popkornun populyarlığı artırdı onun qiymətini. Biz mətn boyunca görürük ki, populyarlığı okey ola bilər, amma qiyməti affordable idi, cheap idi, yəni münasib idi. Burada isə qiymətini artırır deyir, xeyr uyğun gəlmir. Qəlyanaltılar, bax bu treki variantda, Y variantı əyləncə vaxtının indispensable, ayrılmaz bir hissəsi kimi tanınır. Əslində çox doğrudur. Sadəcə burada qəlyanaltılar deyir. Bizim axı əsas fokusumuz popcorndur. Yəni Y variantında popcorn is recognized desəydi, yəni həqiqətən yaxşı variant olardı ki, bəli, əyləncə vaxtının ayrılmaz bir hissəsi olubdur. Lakin burada qəlyanaltılar deyir, yəni ümumi sanki bir neçə qəlyanaltıdan danışırıqmış kimi. V variantı doğrudur. Bugün popcorn
Bir gələn altıdan daha çoxdur, bir ənənədir. Baxın, yerinə qoyanda artıq tam olaraq uyğun gəlir. Bir ənənədir, onun qiyməti, dadı, teatrla olan əlaqəsi onu önəmli bir hissəyə çevirib filmdə. Deməli, bu cümlədə isə, bu testdə isə B variantı uyğundur, doğru cavabdır. Gəldik növbəti testimizə. Deməli, teatrlar qərara gəlir ki, popkornları özləri satsınlar. Bu mətndən bu cümləni tapmalıyıq. Teatrlar qərara gəlirlər ki, popkornu özləri satsınlar. Aha, bu isə baxaq. Teatrlar dərk etdilər ki, onlar ə, önəmli bir gəlir götürürlər və başladılar popkornu themselves, özləri satmağa. Demək ki, burada əsas nədir? Bax, bu cümləyə fokuslanmalıyam. Zaten bizə bu hissəsini veribdi. Yəni, özləri satmağa başladılar. Nəyə görə? Çünki significant profit, önəmli bir gəlir götürürdülər deyə. Deməli, variantda buna oxşayan bir yəni ifadə tapmalıyıq. Bu ilə eyni mənada olan bir cümlə tapmalıyıq. Çünki tamaşaçılar öz maraqlarını itirmişdilər filmə getmək üçün. Heç aidiyyatı yoxdur bayaq oxuduğumuzla. Burada standart bir hissəsinə çevrilmişdi popcorn. Yəni bu da əlaqəsi yoxdur bizim oxuduğumuzla. Popcorn, çünki popcorn satıcıları müqavimət göstərirdilər. Az pul ödəməklə bağlı uyğun gəlmir. Orada çox puldan danışırdı. Ya variantında çünki onlar dərk elədilər. Deməli, orada yəni elegantlıqdan, yəni onun elegantlığına bir dəyər əlavə eləməkdən gedir. Amma bizim gördüyümüz cümlədə nə deyirdi? Çox pul qazandıqlarını fərqinə vardılar deyə, yəni gəlir götürdülər. Ona görə özləri satmaq istədilər. Burada elegantlıqdan danışmır. Amma D variantına baxaq. Onlar dərk elədilər ki, bring a great amount of money. Onlara böyük miqdarda pul gətirə bilər. Yəni significant benefit, profit, gəlir gətirə bilər. A great amount of money. Deməli, doğru variant burada olacaq, D variantı. Deməli, Vanda sözü mənası isə satıcı mənasındadır. Bir, yəni bacarıqları olan bir usta, xeyr, bir deməli part-time əsaslı işləyən bir şəxs, yox. Mağazada nəyisə pul ödəyən bir şəxs, xeyr, bu customer'ın definition ola bilər. Daha sonra bir izdihamlı bir yerdə nəyisə oğurlayan şəxs, yəni oğru, robber ola bilər. Y variantında doğrudur. Biz satıcıdır dedik mənasını və bir şəxs ki, əsasən küçələrdə adətən nələrsə satır. Deməli, doğru variant olacaq Y variantı. Gəldik sonuncu sualımıza bu mətndən bağlı. Baxın, birinci sualdadır ki, popkornun populyarlığının artmağına nə töhfə verdi? Populyarlığın artmağına nə töhfə verdi? Biz populyarlıqla bağlı burada görə bilərik. Baxın, deyir ki, bu hissəyə baxaq. Əla, burada bizə belə bir cümlə deyir. Its popularity, onun populyarlığı uçdu, məcazi mənada deyir də, yəni çox belə birdən-birə artdı mənasında. Uçdu. Nədən sonra? Invention of steam powered. Deməli, burada popcorn hazırlayan var. 1885-ci ildə buxar gücü ilə işləyən. Onun ixtirasından sonra populyarlığı uçdu. Deməli, həmin o cihazı tapmalıyıq. Hə, burada bəli, birinci cavabı var o zaman. Ki, nə töhfə verdi? Həmin o cihazın ixtirası. İkinci sualda nə popcornu integral, vacib. Baxın, sinonim biləndə iş düzəlir. Bu filmə getmək təcrübəsinin vacib bir hissəsinə çevirdi. Integral part. Bu vacib sözünü biz sonuncu cümlədə də görmüşdük. Baxın, sanki elə bil ki, buradan sonranı suala veriblərdir ki, what made? Nə, baxın, burada da deyir, essential part, önəmli bir hissəsinə çevirdi. Nə önəmli bir hissəsinə çevrildi? Onun uyğun qiyməti, dadı, teatrlarla olan əlaqəsi. Demək ki, cümlənin əvvəl hissəsini bizə verməyibdir. Bir cavab elə əslində budur. Deyir, nə çevirdi onu önəmli bir hissəyə? Sadaladıqlarımız qiyməti, dadı və əlaqəsi. İkinin də cavabı var. Deməli, doğru 1 və 2-dir. Üçüncü sualda hansı dövlətdə hazırlanmışdı, ixtira olunmuşdu həmin o popcorn hazırlayan? Fikir verdiksə 1885-ci ildə baxın bu cümlədə deyir onu bizə. Bu USA isə çaşdırmasın. Bizə həmin o deməli
Popkorn hazırlayan aparatın ixtirasının hansı ölkədə olduğunu deyir. Biz bilmirik. Yəni bəlkə həqiqətən də Amerikadadır, bəlkə başqa bir bölgədədir, amma bilmirik hardadır. Mətndə verilməyib bizə. Baxın bu hissədə 1885-də deyir sadəcə ixtira olundu. Nə vaxt ixtira olundu desəydi götürə bilərdik, amma hansı dövlətdə ixtira olundu biz bunu bilmirik. Neçə kilo popkorn satıldı Great Depression dövründə? Great Depression burada veribdim və gördüyünüz üzrə bu hissədə, yəni Great Depression adı çəkildiyi bu hissədə qətiyyən bir popkorn miqdarı yoxdur. Yəni bir ton, kilo, heç bir deməli numerativ miqdar göstəricisi heç nə verilməyibdir. Ona görə deməli biz 4-cü cavab olaraq götürə bilmərik və 5-cidə də neçə teatr 20-ci əsnəvələrində popkorn satırdı. 20-ci əsnəvələrindən də yenə 3-cü paraqrafda danışır və 3-cü paraqrafda biz qətiyyən deməli neçə teatr popkorn satırdı. Bununla bağlı bir konkret rəqəmlə qarşılaşa bilmərik. Ona görə də 5-ci sualın da cavabı yanlışdır. Cavab olacaq 1 və 2. Digər mətnə keçirək. Kəhkələ saatla bağlı olan bir mətndir bu mətndə. İlk sualdan başlayaq. Deməli, elektron digital saatların ixtirası son qoydu kəhkəli saatların dekorativ element kimi istifadəsinə. Dekorativ element kimi istifadədən, baxın bu hissədə sonda danışılır. Baxın bu cümləyə. Baxmayaraq ki, müasir digital saatlar əvəz olundu bunlarla, amma sonrasında görünür, baxmayaraq ki, kərkirli saatlar hələ də populyar dekorativ parçalar kimi qalmışdı. Amma buradadır ki, put and son qoydu istifadəsinə dekorativ kimi, amma buradadır populyarlığını saxlayırdı. Remain popular. Deməli, bu false-dur. İkinci sualda deməli saatlar dəqiq idi. Pendulum, yəni kəvkirli saatın ixtirasından öncə saatlar dəqiq idi. Amma biz əvvəldə görə bilərik ki, baxın birinci hissədə həmin bu ixtiradan əvvəl saatlar dəqiq deyildi. Tez-tez ya itirdi, ya əvvələ atırdı hər gün. Deməli, bu səhvdir. Bizə sidir ki, dəqiq idi. Bu yanlışdır. İkinci sualda deyir ki, nə qədər kəfkir qısadırsa, bir o qədər sürətlidir. Nə qədər qısadırsa, bir o qədər sürətlidir. Baxın, biz onu harda görə bilərik? Qısa, sürətli. Bax, bu hissədə görə bilərik. Uzun kəfkir olanda yavaş olur. Qısa kəfkir olanda isə shorter, sürətli olur. Yəni daha sürətli hərəkət edir. Demək, yadda saxlayaq. Uzun kəfkir daha yavaşdır, qısa kəfkir isə daha sürətlidir. Görək bizdən nə soruşurdu? Bizə də onu deyirdi ki, qısa olan daha sürətli hərəkət edir. Bəli, tamamilə doğrudur. True. Və bizə deyir ki, 4-cü sualda kəfkirin hərəkəti nəyə aparır? Saatın içərisindəki çarxların deməli hərəkətinə aparır. Kəfkin hərəkəti çarxın hərəkətinə aparır. Səbəb olur, yəni. Baxın, bu cümlədə deyir ki, baxın, bu hissədə kəfkir hərəkət edəndə, yəni fırlananda, içindəki çarxlar da deyir, move hərəkət edir. Bəli, demək ki, eyni mənna gəlir. Deməli, kəfkir hərəkət edəndə içindəki çarxlar da hərəkət edir, ya da elə bizə sualda da onun parafrazını veribdir ki, həmin o kəfkirlərin ixtirası, nə deyim, hərəkəti çarxların hərəkətinə səbəb olur. Bəli, tamamilə doğrudur. Bu olacaq true. True-false sualını bitirdik. İkinci mətnimizdə də kəfkirli saatlar dəyərlidir yalnızca nəinki dəqiqliyinə görə, həm də nəyinəsə görə dəyərli olubdular. Baxaq, həm dəqiqliyinə görə dəyərlidir, həm də ki, baxın bu hissədən, onlar dəyərli də eyni cümlədir. Nəinki dəqiqliyinə görə, həmçinin beauty, gözəlliklərinə görə. Baxın bu hissədə not only their accuracy but also their beauty, gözəlliyinə görə. Baxaq, bütün situasiyalarda dəqiq olmağı, dizaynındakı, yəni zəiflik, daşına bilən ölçüdə olmağı, axı biz deyirik orada gözəllik, deməli, uzun müddət davam edən batareyasının olmağı, xeyr, cəlb edici dizaynı, yəni beauty, gözəlliyi, doğru variant olacaq burada, D variantı.
Və deməli növbəti sualda nəyə görə kəfkirli saat daha stabil bir mühitdə saxlanmalıdır? Nəyə görə stabil bir mühitdə saxlanmalıdır? Tərpənməyən yəni. Baxaq, baxaq. Bəli, sonuncu paraqrafda belə bir şey görə bilərik. Deyir ki, həmin bu kəfkədə saatların bir limiti də odur ki, onlar bir mühitdə saxlanılmalıdır. Niyəsini indi deyəcək. Əgər saat tərpənərsən, yəni deməli səthdə hərəkət edərsə, düz səthdə hərəkət edərsə, məsələn gəmi kimi bir yerdə, həmin bu kəfkir dəqiq hərəkət etməyəcək və nəyə səbəb olacaq? Causing lose accuracy, dəqiqliyinin itməsinə səbəb olacaq. Demək ki, sualda bizə nə soruşurdu? Niyə görə mütləq bir stabil mühitdə saxlanılmalıdır? Deməli, nəyə görə? Dəqiq olsun deyə. Çünki əgər tərpətsək, gəmi kimi başqa bir yerdə olsa dəqiqliyi itəcəkdir. Dəqiqliyinin itməməsi üçün. Make it work accurately. Daha dəqiq işləməsi üçün. Baxın, burada daha elegant görünməsi üçündür. Burada daha asan olmağı doğru deyil. Elektriksiz işləməyi, nəyisə qarşısını almaq, daha yüksək olmağının, xeyr, yəni yüksək səs çıxarmağının dəqiqliyi üçündür. Stabil bir mühitdə saxlanmağı accurately. Doğru olacaq B variantı. Adjust tənzimləmək deməkdir. Yəni bir şeyi bir şeydən qaçınmaq üçün nəyisə götürmək, silmək, xeyr, tənzimləməkdir. Sonra C variantında bir şeyi hamarlaşdırmaq, parlatmaq deyil. Zərər vermək və ya onu korlamaq yenə deyil, öz dəyərini itirmək üçün. Və ya bir yerdən bir şey götürmək deyil. Baxın, dəyişmək, tənzimləmək, just deyir ki, bir şeyi daha uyğun hala gətirmək üçün birazca dəyişikliklər etmək, yəni tənzimləmək, düzənləmək. Doğru variant olacaq B variantı. Hansı sualın cavabı mətndə var? Baxın, burada deyir ki, həmin o kəfkirli saatlar hansı inkişafları gətirdi vaxt, dəqiq vaxt ölçməsinə? Birinci, lap əvvəlki cümlədə biz demişdik ki, bu ixtiradan əvvəl saat dəqiq deyildi. Yəni, hansı yenilikləri gətirdi? Lose, ya geri qalırdı, ya da qabağa atırdı bir neçə dəqiqə. Demək ki, gətirdiyi yeniliklər budur. Yəni hər ikisi artıq bu improvementdakı nə arxada qalmırdı, nə də ki qabağa getmirdi. Birinci cavabı var mətndə. İkinci sualda isə əgər yəni yer səthi tərpənirdisə həmin bu kəfkirli saat qoyulanda nə baş verirdi? Sonuncu paraqrafda gördük ki, əgər stabil olmayan bir səthdirsə nə baş verirdi? Lose accuracy. Baxın, burada bizə qeyd edilir. Causing the clock. Deməli, dəqiqliyinin itməsinə səbəb olurdu. Bunun da cavabı var. Üçüncüsündə isə deməli 17-19-cu əsrlərdə əsasən bu kəfkirli saatlar harda istifadə olunurdu? 17-19-cu əsri biz görə bilərik. Baxın bu hissədə 17-19-cu əsrdə harda istifadə olunurdu? Tapılırdı tez-tez evlərdə, kilsələrdə və ictimai binalarda. Deməli, haralarda ev, kilsə və ictimai bina, sırf burada ölkə axtarmaq məcburiyyətində deyilik. Yəni, kilsə də, ictimai binalar da əlbəttə məkan bildirir. Üçüncü sualı götürəcəyik. Dördüncü sualda isə deməli, dəqiq vaxt göstərmək üçün deməli, kəfkirli saatın ideal eni nə qədər olmalıdır? Ümumiyyətlə, mətnə fikir versək, burada uzunluğundan, qısalığından danışır ki, uzun olanda daha yavaş olur, qısa olanda daha sürətli olur, amma eni ideal olaraq neçə olmalıdır, belə bir məlumat yoxdur. Beşinci sualda why were digital clocks replaced by pendulum clock? Deməli, bu kəfkirli saatlarla niyə görə əvəz olundu digital saatlar? Baxın, birinci biz sadəcə baxın görürük ki, ixtira olundu və deməli, yox, burada demir onu, ən sonuncu hissədə deyir, onda da səbəb yoxdur. Baxmayaraq ki, müasir saatlar, yəni bu kəfkirli saatlar əvəz elədi. Amma yəni niyə əvəz elədi? Biz konkret bir cavab bilmirik burada. Yəni bəlkə də başqa bir səbəb olubdu əvəz olmağı ilə bağlı. Heç bir səbəb yoxdur. Baxın, əvəz olmaq məsələsi digital saatların məhz buradadır. Bundan sonra da başqa bir məsələyə keçir ki, dekorativ saat kimi hələ də istifadə olunur kəfkirli saatlar. Amma yəni nəyə görə əvəz olunmuşdu? 5-ci cavabını bilmirik.
Gəldik qrammatika suallarına, son 5 suala. Make-up dialoq, deməli, dialoq qurmalıyıq. Birinci, burada başlayacağıq ikinci sualdan. Deməli, tərcümə edirik, gedəcək. Birincidir ki, sizcə reklam bizim nə aldığımıza nə dərəcədə təsir edir? 2. Daha sonra gələcək 4. Axı bizə soruşur ki, necə təsir edir, nə qədər təsir edir? Deyəcək ki, çox təsir edir. Yəni reklam bizim fərqində olmadığımız istəklər yarada bilir. 4-dən sonra isə gələcək 3. Deyir ki, maraqlıdır. Sizcə insanlar təsir altında qaldıqlarını bilirlərmi, fərqindədirlərmi? 3, 2, 4, 3. Daha sonra gələcək yəni cavab çıxır, amma biz yenə də axıra qədər tərcümə edək. Bizə soruşur ümumi sualdır, fərqindədirlərmi? Daha sonra gələcək deməli 6. Fərqindədirlərmi? 6-cı sualda nədir bizə? Həmişə yox. Amma reklam hər yerdə olur. Televiziyada, onlayn formada, hətta küçədə olmağından asılı olmayaraq you can't escape it. Ondan canını qurtara bilməzsən. Sonra 6-dan sonra gələcək 5. Beləliklə, yəni belə ki, bizim reklam tərəfindən manipulyasiya olduğumuzu düşünürsünüzmü? 5. Sonra isə gələcək deməli 1. Düşünürsünüzmü? Yenə ümumi sual verir bizə. Do you think? O da deyir ki, əslində yox. Deməli, biz öz seçimlərimizi edə bilmək gücünə malik olmalıyıq. Axırda gələcək 1. Yəni D variantı. Gəldik növbəti suala. Deməli, baxın, burada nə var? Bu sizə çaşdırmasın. Sən niyə görə Laysa bu qədər çox heyransan? Çünki o heç vaxt düzünü demir. Mənfi bir şeydir. Axı deyir heyransan. Çünki o heç vaxt, baxın, heç vaxtın özü buradadır. Çünki o heç vaxt çətin situasiyalarda cəsarət göstərmir. Çünki o heç vaxt dəstəyə təşəkkür etmir. Qiymətləndirmir dəstəyi. Çünki o heç vaxt insanlara dəstək olmur. Bu da səhvdir. Çünki o heç vaxt dostlarına xəyanət etmir. Baxın, bu müsbətdir artıq. Çünki baxın, bu da mənfidir, bu da mənfidir. Elə düşünək ki, iki mənfi müsbət yaradacaq. O heç vaxt dostlarına xəyanət etmir. Bəli, bu tamamilə doğrudur. Digər sualda modal feillə bağlıdır. Bilirik ki, hasn't to anlayışı yanlışdır. Çünki modal feil, yeganə modal feil have to, has to, had to'dur ki, biz onun sualın inkarını do, does, did vasitəsilə, yəni əsas feillə veririk. Digər bütün modal feillərdə isə sual inkarı özü ilə olur. Hasn't to anlayışı yanlışdır. Digər tərəfdə to'nu görürük biz burada. Bilirik ki, must'la to olmaz, must'la to olmaz, to'suz işlənir must. Cavabımız ya had to'dur, ya da has to'dur. Digər tərəfdə əslində iki səhv var. Birincisi he ilə have yox, has olmalıdır. İkincisi də has to olmalıydı. Y səhvdir. Bəli, burada B doğrudur, həm uzlaşma doğrudur, hər iki tərəfdə keçmiş zaman, həm could to-suz işlənir. Bu da doğrudur. Deməli, doğru olacaq B variantı. Növbəti sualımızda demək, biz ümumiyyətlə bilməliyik ki, azəs s ilə olanlar isimsiz işlənməlidir. Özündən sonra isim gəlmir. Ənazə, ənazədən sonra isə tək isim gəlməlidir. Pairs şəmdədir. Həm də samdan sonra sadəcə bir əvəzlə gələ bilər bu azələrdən. Sam azə. Some more gələ bilər. Bir də some azə. Yəni biz orada ənazə azəs yaza bilmərik. Və gəldik deməli B variantına, daha doğrusu deməli D variantına. Burada only a few ifadəsi və only few ifadəsini yadımıza salaq. Bilirdiniz ki, only ilə few və little işlədə bilmərik. Only ilə a few bir də a little olacaq. Yəni burada few heç uyğun gəlməzdi. Varmı A variantında? Bəli, var. İndi B-ni çıxaq. E artikli ilə S olmaz. Bu asan bir distractordur. B-ni çıxacaq. Only few yox, only a few olmalıdır. Bəli, tamamilə D variantı doğrudur. 2025-ci il ikinci cəhd qəbul imtahanı izahı bu qədərdir.